kişilər qoymazdılar. Arvadlar gecə gedib atası ildə qalsın, anası ildə qalsın. Sən zavod direktoru ola bilərsən. 5000 adamı sən idarə eləyə bilərsən. Ancaq bir gün ailəni idarə eləmək 5 nəfəri, 10 nəfəri, 6 nəfəri idarə eləmək çox çətin məsələdir. Ailədir axı. Hamı sənin balandır. Bunları da oğlan uşağını əlaqsız çətindir idarə eləmək. Ne barədə? Mənim bir dənə oğlum var. Deməli, uşaq gec gəlir övə. Mən dururam, görürəm, gəlməyib. Dururam, həyətdə gezirəm. Gezirəm, saat 2-dir, uşaq gəlir. Uşaq gəlir, açır qapını, görür ki, atası həyətdə gezir. Dayı, mən burada qaraqşırı salmayına deyməz. Haradasan, baba yatmamsan. Oğlum, elə niyarandım, gəldin, gedib indi yataram. Uşaq başa düşdü ki, mən buna görə yatmamışam. Biz belə tərbiyə elədik.